Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 18-ci mikrorayonda sakinlərlə səyyar görüş keçirib. Görüşün keçirilməsində əsas məqsəd vətəndaşların gündəlik qayğılarını birbaşa dinləmək, onların sosial, məişət və infrastrukturla bağlı müraciətlərinə operativ yanaşmaq olub. Görüşdə İcra Hakimiyyətinin məsul şəxsləri ilə yanaşı, şəhərdə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, kommunal təsərrüfat, məşğulluq, səhiyyə, təhsil və sosial müdafiə qurumlarının nümayəndələri də iştirak edib. Sakinlərin qaldırdığı məsələlər diqqətlə dinlənilib. Bir sıra problemlərin həlli üçün dərhal müvafiq qurumlara tapşırıqlar verilib. Vaxt tələb edən müraciətlər isə aidiyyatı strukturların icraatına yönləndirilib və icra prosesinin nəzarətdə saxlanılacağı vurğulanıb. İcra başçısı görüşdə çıxış edərək bildirib ki, vətəndaşların hər bir müraciəti diqqət mərkəzindədir və onların həlli üçün bütün imkanlardan istifadə olunacaq. Xatırladaq ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin mütəmadi təşkil etdiyi səyyar qəbul görüşlər sakinlərlə birbaşa ünsiyyətin gücləndirilməsinə, onların gündəlik həyatında üzləşdikləri problemlərin operativ həllinə xidmət edir. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.